Sual verirlər ki, bir hədisdə keçir ki, kasıblar varlılardan qiyamət günü yarım gün daha tez cənnətə girəcəklər. Və sual verirlər ki, buradan belə çıxır ki, möminlər eyni vaxtda cənnətə girməyəcəklər. Cavab belədir ki, bəli, belə bir hədis Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən rəvayət olunur. Hədisi İbn Macə rəvayət edib və Şeyx Albani səhih görüb. Hədisin mətni belədir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir dəfə dedi, ey kasıblar, sizi müjdələyimmi? Sonra buyurdu, həqiqətən qiyamət günü kasıblar varlılardan, zənginlərdən yarım gün, yəni 500 il daha tez cənnətə girəcəklər. Bu hədis göstərir ki, möminlər qiyamət günü hamısı eyni vaxtda cənnətə girməyəcəklər. Necə ki, yer üzündə olan möminlərin əməllərinə görə, imanlarına görə fərqlənirlər, bir-birindən fərqlidirlər. Qiyamət günündə hər bir insan əməlinə görə, imanına görə müxtəlif vaxtlarda cənnətə girəcək. Məsələn, bir hədisdə keçir ki, bu ümmətdən 70 min insan qiyamət günü cənnətə sorğu-sualsız girəcək. Bu o deməkdir ki, onlar daha tez girəcəklər. Və sonra digər möminlər isə sorğu-sual olunacaqlar və hər bir insan da əməlinə görə sorğu-sualı dəyişə bilər. Kasıblar dünyada kasıb olmaq sevilməyən bir hal olsa da, qiyamət günü onlar üçün müjdə var və onlar zənginlərdən 500 il əvvəl cənnətə girəcəklər. Və bu da yəqin ki, onların sorğu-suallarının daha yüngül keçməsi ilə əlaqəlidir.